Məhərrəm ayının biri Türk Dövlətləri Təşkilatı Müsəlman Dini İdarə Rəhbərləri Şurasının Fətva şöbəsinin tərtib etdiyi təqvimə, həmçinin Şamaxı Astrofizika Rəsədxanasının hesablamalarına əsasən miladi təqvimlə 16 iyun tarixinə, Aşura isə 25 iyun tarixinə təsadüf edəcək. Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası və səlahiyyətli nümayəndələri Məhərrəm ayının başlaması ilə əlaqədar ölkə müsəlmanlarına müraciət edib. Bildirilib ki, Məhərrəm və Səfər aylarında 60 gün ərzində keçirilən təziyə mərasimləri, xüsusilə Tasua və Aşura əzadarlığı zamanı müxtəlif alətlərlə bədənə xəsarət yetirmək, qan çıxarmaq, qurşağadək soyunaraq sinə vurmaq və s. dinə görə qəbul edilməzdir. Həmçinin dini mərasimlər məscid, ziyarətgah və onlara aid ərazilərdə keçirilməlidir. Ölkə qanunlarına əsasən təziyə mərasimləri zamanı milli mənəvi dəyərlərə və dövlətçilik ənənələrinə xələl gətirən şüarların səsləndirilməsi, dövlət simvollarına uyğun olmayan atributların istifadəsi, küçə yürüşləri və ictimai asayişin pozulması icazəli deyil. Məhərrəmlik dönəmində önəmli tədbirlərdən biri Kərbala şəhidlərinin xatirəsinə qanvermə aksiyası müqəddəs dinimizə layiq olan ən münasib əzadarlıq nümunəsi kimi bilavasitə Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə reallaşan və xalqın təqdir etdiyi hadisədir. Ümidvarıq ki, dindarlarımız bu ildə Qan Bankının paytaxtda və bölgələrdəki filiallarında, habelə digər səhiyyə ocaqlarında ehsan niyyəti ilə qan verəcək, minlərlə xəstə insana, irsi xəstəliklərdən əziyyət çəkən uşaqların şəfa tapmasına yardımcı olacaqlar. Həmin məkanların ünvanları Qafqaz Müsəlmanları İdarəsinin rəsmi web səhifəsində yerləşdiriləcək deyə qurumun müraciətində qeyd edilib.